Bu mənim Barselonada ikinci günümdür. Təbii ki, bir gün yetmədi. Bu gözəllikləri görmək üçün bir gün kifayət etmir. İspaniyaya gəlib, Barselonaya gəlib, bu məbədə gəlməmək mümkün deyil. Bu məbəd Sagrada Familia adlanır. Hardasa hündürlüyü 172 metrdir. İnşasındakı səhv etmirəmsə 1882-ci ildə başlanıb inşasına. Biletlər onlayn satılır. Səhv etmirəmsə 25 bir nəfər üçün 25 evrodur. Yenə deyirəm, bura gələn insanlar bir həftə qabaqdan mütləq bura bilet alsınlar, bura gəlib girsinlər. Çünki mən gələ bilmədim bu dəfə, qismət olmadı. İnşallah növbət dəfə bunun içərisini görəcəm. Barselona gəzərkən düşünməyin ki, azaram və yaxud nəsə. Navigatora da ehtiyac yoxdur. Onu da görməli yerlər bir xətt boyunca düzülüb. İçəri keçə bilmirəm, heç olmaz kənardan doyunca təkin buraları. Barselona'nın formaları var illər boyu. Barselona adışda daha yaxşı bilər. 2024-2025 bu aydın məsələdir. Burada 92-ci ildə geyilən forma, belə dəyişiklik yoxdur. Burada 1975-ci il və 2000 forması da hətta o da belə qeyd olunub. Barsa adlı çeşidləri məncə daha yaxşı bilər belə şeyləri. Və bu isə 1899-cu il, bu vəbşə köhnədir. Bu mən heç görməmişəm bu formanı Barselona. Bu günləri burada festivaldır, pivə festivalı. Arkada gördüyünüz kimi artıq yer qurulub, hazır işlər gedir. Leypeydi, Leypey. Hal-hazırda Barcelona klubunun ev oyunlarının keçirdiyi Estadio Olimpik stadionun qarşısındayım. Hava çox küləklidir, çünki stadion yuxarı, şəhərin yuxarısında yerləşir. Buna görə də çox küləklidir buralar. Bu isə həmin stadionun qarşısıdır. Giriş. Əsas giriş buradan. Və belə bir şirin bir mağaza. Görək nələr var burada. Hamısı əl işləridir. Mən həmişə gəlin, gəzin, istirahət edin deyəndə mənə yazırlar ki, gəlib gəzmək üçün pul lazımdır. Təbii ki, maddi vəsait lazımdır. Pul həmişə qazanmaq olur, istirahətə vaxt mütləq lazımdır və niyə görə bütün dünyada insanlar çalışırlar, istirahət etsinlər. Və inanın ki, mənə əgər siz düzgün səyahət planı cızsanız, sizin o qədər də vəsaitiniz çıxmaz.
Şərt deyil gəlib Avropadan ancaq bahalı restoranda yemək yeyəsən. Gəlirsən 5-10 günlük biraz büdcəyə qənaət elə. Biraz fast food ye. Əsl gəzmək olsun, əsl o ki bu məkanları görmək olsun. İnsanın yaddaşında qalan məncə əsl bunlar belə şeylərdir. Is there a train from Madrid to Seville? Yes. Oh, there is. There's trains from the drink Everything. It's cool. Mən buraları sizə virtual gəzdirirəm, amma virtual o həzzi vermir real gəzməyə kimi. Ona görə hər birinizə arzu edirəm ki, gəlib bu gözəllikləri görəsiniz. Bu palmanın uzunluğu maşallah. Bir məsələyə toxunmaq istəyirəm, bir nüansa. Xüsusən yay aylarında istirahət etmək istəyən ailələrə, yəni uşaqları məktəb yaşına çatmayan ailələrə söhbət gedir. Çalışın ki, istirahətinizi əgər dəniz kənarına getmək istəyirsinizsə, sentyabrın əvvəlinə salın. Yəni düşünməyin ki, hava soyudur, dənizdə çimə bilməyəcəm. Elə bir şey yoxdur. İnanın ki, mənə insanların sayı azdır, qiymətlər çox ucuzdur. Demək olar yarı qiymətə düşür sentyabr, yəni sezon bitənə yaxın. Oh, espérame, déjame. YouTube kanalına abunə olmağı unutmayaq, bu videonu bəyənməyi unutmayaq və Barselona haqqında fikirlərinizi bölüşün. Kim gəlmək istəyirsə, gəlmək düşünürsə, mütləq gəlsin. Barselona çox gözəl şəhərdir.